Heç belə bir şey olubmu sizdə? Səhər oyanırsınız, amma elə bil heç yatmamısınız, bütün gecəni yuxusuz qalmısınız kimi yorğunsuz. Ya da günortaya yaxın enerjiniz elə bil ki, birdən-birə bitir. Bəlkə də bunun səbəbi heç yediyiniz yeməklərdə ya da yuxu rejiminizdə deyil, bəlkə də səbəb bədəninizin tam mərkəzində, onurğanızda gizlənir. Gəlin bu maraqlı və gizli əlaqəni birlikdə açaq. Bir saniyəlik dayanıb düşünək. O heç getməyən yorğunluq hissi. Qollarınızda, ayaqlarınızda ara bir yaranan o qəribə keyimə. Heç ağlınıza gələrdimi ki, bütün bu siqnalların mənbəyi elə bədənimizin dayağı olan onurğanın özü ola bilər? Bax, bugün biz məhz bu suala cavab axtarırıq. Bilirsiniz, hər şeyin bir başlanğıc nöqtəsi var. Bizim bugün danışdığımız hekayədə isə həmin o başlanğıc nöqtəsi onurğa eyriliyi adlanır. Amma səhv başa düşməyin. Bu, sadəcə düz dayanmamaq məsələsi deyil. Bu, bütün bədənimizdə bir domino effekti yaradan ilk, ən vacib həlqədir. Yaxşı, bəs onurğa əyriliyi dedikdə tam olaraq nəyi nəzərdə tuturuq? Bu, sadəcə qamətimizin əyilməsindən daha dərin bir şeydir. Təsəvvür edin ki, onurğanız domino daşlarının ilkidir. O, birazcə əyilən kimi bütün sıranı öz arxasınca aparır. Bax, onurğanın təbii formasının pozulması da eyni ilə belə bir zəncirvari reaksiyanı, yəni bir çox başqa problemin yaranmasını tətikləyir. Onurğa eyriliyi deyəndə ağla tək bir forma gəlməməlidir. Əslində, tibbdə bunun 3 əsas növü var. Gəlin indi bu adlarla qısaca tanış olaq, çünki hər birinin bədənimizə təsiri bir-birindən fərqlənir. Deməli, birincisi skoliozdur. Yəqin ki, bu adı daha çox eşitmisiniz. Skolioz o deməkdir ki, onurğa düz aşağı getməyə əvəzinə yana doğru əyilir, S və ya C hərfinə bənzər bir forma alır. İkincisi, kifoz. Buna bizim dildə daha çox qozbellik deyilir. Bu zaman onurğanın yuxarı hissəsi, kürək bölgəsi həddindən artıq qabağa doğru əyilir, çiyinləri də özü ilə birlikdə qabağa çəkir. Və nəhayət, üçüncüsü, lardoz. Burada isə onurğanın bel hissəsindəki o içəri doğru olan təbii çuxur həddindən artıq dərinləşir. Skolioz, kifoz və lardoz. Bax, bu 3 əsas forma onurğamızın ideal vəziyyətdən necə kənara çıxa biləcəyini bizə göstərir. Yaxşı, tutaq ki, onurğa əyildi. Olsun da, bundan bizə nə? Bax, indi hekayəmizin ən kritik, ən həyəcanlı yerinə gəldik. Çünki əsas məsələ onurğanın özündə yox, onun ətrafında baş verənlərdə, daha dəqiq desək, sıxışdırdığı sinirlərdə gizlidir. Mexanizm əslində çox bəsitdir. Onurğamızın forması dəyişən kimi o, bədənimizin rabitə kabelləri olan sinirləri sıxmağa başlayır. Məhz bu sıxılma hissi var ha, bizim sonradan yorğunluq, keymə, halsızlıq kimi hiss etdiyimiz o bütün simptomların əsl səbəbkarıdır. Bəs sıxılmış bir sinir neyinir? O, problemi sadəcə bir nöqtədə saxlamır əlbəttə. Onun təsiri eyni ilə suya atılan bir daşın yaratdığı ləpələr kimi sinir yolu boyunca bütün bədənə yayılır və özünü heç gözləmədiyimiz yerlərdə göstərməyə başlayır. Və budur, nəticələr. Sizə də tanış gəlir, elə deyilmi? Qollarınızda, ayaqlarınızda hiss etdiyiniz o qarışqa gəzir hissi, yəni keymə, heç bir səbəb olmadan yaranan o daimi yorğunluq, hətta bəzən artan stres və enerjinin tamamilə tükənməsi. Bax, bütün bunların hamısının kökü eyni yerə, onurğadan çıxan və hardasa sıxılan o sinirlərə gedib çıxır. Beləliklə, bütün bu nöqtələri birləşdirdiyimiz zaman çox vacib bir mənzərə ortaya çıxır. Bu məsələ sadəcə bir belim ağrıyır mövzusu deyil, bu, ondan qat-qat böyük, bütün bədənimizi əhatə edən bir sistem problemidir. Baxın, bu fikir hər şeyini necə də mükəmməl ifadə edir. Səhv formada olan bir onurğa bədənin bütün daxili rabitə sistemini pozur. Unutmayın ki, sinirlər bədənimizin informasiya xətləridir. Əgər bu xətlərdə bir problem yaranırsa, təbii ki, bütün sistemin fəaliyyəti pozulur. Beləliklə, sizi bu düşündürücü sualla tək buraxmaq istəyirəm. Bədəninizin mərkəzi, yəni onurğanız, sizin ümumi sağlamlığınıza və enerjinizə necə təsir edir? Bu dərin əlaqə haqqında düşünməyə həqiqətən dəyər. Unutmayın, bəzən hiss etdiyimiz o yorğunluğun səbəbi kənarda deyil, elə öz daxilimizdə, bədənimizin təməlində gizlənir.